Sonra bir dənə əmi gəldi, götürdü məni, getdi Gəncəyə. Orada da əmi izimi itirsin deyə qaçdım. Gecəni blokda qaldım, binada. Sabahsı gün səhərdə çıxdım çölə, mağazaya getdim. Böyüyəndə aktyorluğa hazırlaşacağam. Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Qızım, sənin gələcəkdə aktyor olmağına ehtiyac yoxdur. İçində bulunduğumuz cəmiyyət səni əməlli başlı aktrisa edib. Bu işlərdə də bilavasitə günahkar olan Teleradio Şurası rəhbərliyinə səslənirəm. Niyə kəsmirsiniz efirlərdə bu bəzi biabırçı danışıqları? Axı real çıxışla televiziya canlısında bildiyim qədər 10-12 saniyə fərq var. Bir düd buraxıb kəsin də o səsləri. 8-ci kilometr bazarına döndərmişsiniz efir məkanlarını. Niyə buraxırsınız belə şeyləri efirlərə, ay kişi? Mənim balaca qızımın idealı niyə 13 yaşda kəndlərindən qaçıb yaşlı kişi ilə haralardasa gecələyən qız olmalıdır ki? Mənim uşaqlarımın idealı 13 yaşda Dünya Fən Olimpiyadasının qalibləri, Azərbaycan məktəbləri Ziya Novruzsoy, Aylin Aşurlu olmalıdır. Mənim gənc qızımın idealı ərini qoyub qonşu kişi ilə eşq yaşayıb efirlərə çıxan əxlaqsız qadın niyə olmalıdır ki? Mənim gənclərimin, qızlarımın idealı, oğlanların idealı 19 yaşlı gənc olimpiya çempionu Toğrul Əsgərov olmalıdır. Teleradio Şurası rəhbərliyi, biriniz çıxın bu xalqa hesabat verin. Niyə belə eləyirsiniz? Sadaladıqlarım haqda hər hansı bir buraxılışınız olubmu? Sizə reyting gələcək deyə efirlərdən evimizə əxlaqsızlıq axmalıdır. Həqiqətənmi bu cəmiyyəti bu qədər cığlız aşağı hesab edirsiniz? Həqiqətənmi bu qədər özbaşınasınız siz? Sizin sanki bir qanununuz var. Televiziyada aparıcı olmaq üçün mütləq adın Zaur olmalıdır. Zaur Şamal, Zaur Nəbioğlu, Zaur Baxşəli və yığışdırın da bu Zaurları. Savadları, ziyalıları gətirin efirlərə. Efirlərə Səidə Bəkir qızını, Kamran Həsənlini, Sevinç Telman qızını gətirin efirlərə. Kimin adamı varsa, aşnası varsa, həcisi varsa, hıqqanıb bir cümləni üzündən oxuya bilməyən, üzr istəyirəm, adnarazvıları doldurmuşsunuz efirlərə. Ona görə də Türkiyədən Fatih Portakal, Rusiyadan Maksim Şevçenko çıxır, bizdən isə Nigar Fərhad. Niyə qınırsınız ki? Sonra da deyirsiniz ki, Şərurlu İsfəndiyar niyə alimi çobanın altında gördü? Sizə görə, bəli, sizə görə. Sizə özünüzdən savadlılar sərf etmir, anladıq. Sizə gələcək nəslin maariflənməsi də sərf etmir. Sizə qəhrəman şəhidin həyat yolu, milli qəhrəmanın döyüş yolu da mı sərf etmir? Həqiqətən mi sərf etmir? Və niyə?